Bakıda interyer, inşaat, memarlıq və mebel forumu təşkil edilib. Forum 2026-cı il ikinci dəfə olaraq ölkəmizdə biznes tədbirlərin təşkilatçılığı üzrə ixtisaslaşan FaceMark və keyfiyyətli məhsul xidmətləri ilə tanınan, müasir dizayn və funksionallığı bir araya gətirən mutfaqçı şirkətlərinin təşkilatçılığı ilə keçirilib. Çıxış edənlər inşaat sektorunda yeni yanaşmalar, təhlükəsizlik, memarlıq və layihələndirmə istiqamətləri barədə fikirlərini bölüşüblər. Bu artı bir sərgi deyil, Azərbaycanın yerli istehsalçılarının, Azərbaycanın bu sahədə olan peşəkar və təcrübəsi olan memarların öz fikirlərini bir panelə gətirib və mövcud bazarın trendlərini, bazarda baş verən dəyişiklikləri analiz edib öz fikirlərini irəli sürmək həqiqətən təqdirə layiqdir və düşünürəm ki, bu tip tədbirlərlə biz mövcud bazarın real durumunu düzgün və doğru dəyərləndirəcəyik. Bugünkü tədbir bizə fürsət yaradır ki, inşaat sektorunun həm aktual məsələlərini, xüsusən də fürsətlərini geniş kütlələrə çatdıraq. Bunun həm də media vasitəsilə lobiciliyini edək, səsimizi həm qanunverici orqana, həm icraedici orqanlara, həm də əhaliyə çatdıraq. Xüsusi dəvət olunmuş ekspert spikerlərin təqdimatında mebelin interyerdəki strateji rolu, funksionallıq və estetik balansı, həmçinin inşaat prosesi ilə harmoniyası ən incə detallara qədər təhlil olunub.